Көргеніңіз көбазис телесерджілер Тінеуін Аметхан Сұлтанның доған күні еді. Тірі олса 96 яшыны қайд етер еді. Бұтын хаберлер мен берлесем бұ ақында ве ондан да ғайры чоқ хаберлеріміз бар еді. Мен берлесем бұ афтаның девамында бұтын бөлі Аметхан Сұлтанның доған күніне бағышланған бөлі тедбірлер олып кечecek ве бір ерде бөлі пек қуанчылы хаберлер біз әлбетте бөлі инсанымызбен ғурурланамыз. Әлбетте аңлағаныңыз кебі хаберлерден соң біз вақыт мұсафірлеріні қабыл етеміз. Бүгін бізде насыл мұсафірлер, Фатиме? Acayip bugün gerçekten de yayınımız. Çünkü bugün stüdyamızda biz halkımızın dostlarını karşılaylar ve tamam böyle misafirler şimdi stüdyamızda bizim dindaşlarımız, halkımızın dostları, Azerbaycan milletinin vekilleri. Demek dostlar tanış olun stüdyamızda Gafiz Bey Abbasov, Kırım Cumhuriyeti'nin regional Azerbaycan Milli Medeni Muhtariyeti Cemaat Teşkilatı'nın reisi ve Arifa Hanım Muhtarova, Kırım Cumhuriyeti'nin regional Azerbaycan Milli Medeni Muhtariyeti'nin Cemaat Teşkilatı'nın reis muavini. Buyurunuz. Selamun aleyküm, hoş geldiniz. Sabah şefiniz hayırlı olsun. Sabahınız hayır olsun. Sağ olunuz. Sağ olunuz. Azerbaycan dilinde sabahınız hayır olsun. Sağ olunuz. Sağ olunuz sizге. Арифия ханым, айтыңыз, бөле bizim Kırım Tatarlar, biz Kırım Tatarlar öz sabahımızı güzel kahveden başlayımız. Azerbaycanlar neden öz sabahını başlayırlar ve bekim medeni cihetten bizde dengişmeler ya farklılıklar var mı? Çok güzel sual oldu. Necə deyirlər, ürəyimcə oldu. Biz sabahımızı axşamdan başlayırıq açmağa, gecədən başlayırıq. Bu sözün mənası odur ki, biz əgər şam yeməyimizi ailə, övladlarımızla bir yerdə keçirəriksə, mehriban vəziyyətdə və bizim çay dəzgahımız, axşamdan olan çay dəzgahımız layiqincə olarsa, deməli bizim sabahımız var. Deməli bizim gözəl, mutlu sabahımız var. Belə olan zaman mən səhərlər ola bilər musiqi altında qalxıram. Özüm Azərbaycan milli mahnılarını zümzümə edərək qalxıram ayağa və çay dəzgahını hazır edirəm. Bu övladlarım özü də elə olur ki, mənə kömək edirlər. Ailəm, övladlarım. Bir anlığa təsəvvür edirsinizmi ki, mənim mətbəximdə ailə qaynaşır. Hərə bir işçim. Hər biri istəyir anaya güz düşməsin. Evladlar bir tərəfdən, ailə bir tərəfdən. Sabah budur. Sabahın xoş açıq. Sonuç keketiyorsunuz. İşler. Yəni, bəli. Mına biz bilemiz ki yakınlarda bütün Azerbaycanlılar için, Kırım Azerbaycanlılar için de büyük bayramıydı. Çünkü Cumhuriyetinin müstakilliği yani Den Nizavисимости nasıldır şekilde Kırım'da ve aslında Azerbaycan'da bu bayram teşkil olundu. Gafiz Bey, men belesem siz cevaplanırsınız. Çok sağ olun. Ben biraz Rusça danışacağım. Evet, Azerbaycan'da danışacağım. Başa düşerler. Eminim ki. День независимости Азербайджана – один из государственных праздников, которые отмечаются и почитаются всеми азербайджанцами, независимо от местонахождения. Азербайджанцы, которые проживают в Азербайджане, как граждане Азербайджана, и азербайджанцы, проживающие в других государствах, в том числе в Крыму, граждане Российской Федерации. День независимости Азербайджана отмечается 18 октября, но кроме этого еще есть День Республики. Хотел пояснить, почему День Республики и День независимости – это разные дни. Дело в том, что впервые независимая Азербайджанская Демократическая Республика была образована в 1918 году, 28 мая. И просуществовало это государство до 28 апреля 1920 года. После этого, после победы советской власти, большевиков, прекратила свое существование Азербайджанская Демократическая Республика, независимость. Была создана Азербайджанская Советская Социалистическая Республика. И вот в 1991 году, 30 августа 1991 году, была принята декларация о восстановлении независимости Азербайджанской Республики. То есть не декларация о независимости, потому что она уже была независимое государство. Декларация о независимости. А 18 октября уже руководствуясь этой декларацией был принят конституционный акт
о независимости Азербайджанской республики. Вот так, поэтому этот день, 18 октября, считается Днем независимости Азербайджанской республики. А Днем республики, чтобы эту дату не забывать, не терять, все-таки это для азербайджанского народа было, есть достаточно много об этом и сказано, написано. В тюркском мире это было первое демократическое независимое государство азербайджанское. Поэтому этот день, чтобы не забывать и не забывали, объявили тоже государственным праздником, Днем Республики, 28 мая. Вот такой праздник, и я извиняюсь, и этот праздничный день отмечается по-разному, и у нас в том числе в Крыму. В прошлом году мы проводили это мероприятие, посвященное, организовали в виде концертной программы, посвященной этому дню. В этом году несколько в другом формате, в виде круглых столов и бесед, и семинаров со студенчеством. И этот день мы считаем все-таки исторически значимым в истории нашего народа, где мы находились. Поэтому мы почитаем этот праздник. Гафиз бей, сау болыңыз, сізді де қайырлаймыз бұл байраммен. Енді әзиз телесерджилер, мен берлесем рекламаның бізде вақты келді. Сол студиямызға қайтыңыз, біздің мерақлы бөліп өзулеріміз да чоқ, бұйырыңыз. Сочные травы и горная вода при Эльбрусе придают продуктам Чабан неповторимый вкус. Молочные продукты Чабан. Раскрой в себе силу и здоровье. Dostlar, suhbetimizde devam ettik. Hatırlatam, al-hazırda stüdyamızda Gafiz Bey Abbasov ve Arifa Hanım Muhtarova, Kırım Cumhuriyeti'nin Regional Azerbaycan Milli Medeni Muhtariyeti'nin vekilleri ve bugün biz Azerbaycan, bizim dost halkımız hakkında suhbetleşemiz. Şunun için de bizim suhbetimizge hoş geldiniz. Biz bayramlar hakkında şimdi laf ettik ve bugün de biz bilemiz Azerbaycan'dan böyle bir meraklı narının, yani granat bayramı var. Bu hafta ne ayta bilesiniz, nasıldır şekilde bu bayram keçi? Bilirsiniz, harda nar, granat var, ben orada Azerbaycan'ı hiss edirəm. Narın özünün Azərbaycan mədəniyyətinə, Azərbaycan vətəndaşlarına, övladlarına tərbiyə olunmada çox böyük kömək olub. Məsəl üçün, mən özüm dünyaya göz açıb, özümü dərk edəndən, fikirlərimi cəmləşdirə biləndən, nar mənim üçün olub dostluq rəmzi. Necə? Nar, qabıq bağlanıb, şkura zakrytaya. Görün necədir? Nar açılarkən, narın içindəki gilələr mənim üçün olub bütün xalqın nümayəndələri. Görün, nə qədər gözəldir. Deməli, bunu açıb, ora məhəbbətimizi bəxş etməliyik. Əgər məhəbbətlə onu açsaq, onu yeyəndə də bizə dadlı gələcək. Deməli, əgər biz başqa əhatəmizdə olan xalqlara məhəbbət bəsləsək, onlardan da özümüzə məhəbbət görəcəyik. Və ikincisi də ki, nar mənim üçün olub ailə xoşbəxtliyi. Orada ailə üzvlərinin sıx bir-birinə birləşməsi, xalqların, ailənin sıx birləşməsi, valideynin övladı başa düşməsi, övladın valideyni başa düşməsi. Görürsünüzmü, gilələr necə bir-birinə sıx bağlanır. Narda nə qədər sıx birləşmə varsa, həmən nar hər zaman dadlı olur. Şirin olur, dadlı olur. Bu olub mənim üçün nar, məhəbbət rəmzi olub. Xalqın müdriklik rəmzi olub mənim üçün. Arifa Hanım, айтсаңыз, мына Azerbaycan'da nasıl bu bayramға emiyet verilir ve nasıl tarzda bu bayram nişanlanandı? Nar bayramı Azərbaycan çox böyük bayramdır. Bizdə Göyçay rayonu var. Azərbaycan ən gözəl mənzərəli yerlərdən biri olan Göyçay rayonunda hər il bu vaxtı nar bayramı keçirilir. Demək olar ki, Azərbaycanın rəhbəri özü orada çıxış edir. Mehriban xanım Əliyeva özü orada çıxış edir. Nar Azərbaycanın məhəbbət rəmzidir. Nar Azərbaycanın dostluq rəmzidir. Görürsünüzmü, Azərbaycan müstəqil olan gündən ətrafında olan digər xalqlara məhəbbəti daha da artıb. Demək olar ki, burada narın öz təsiri çox böyükdür. Nar özü tərbiyə edib xalqı, belə deyərdim mən.
Не случайно, что граната является символом Азербайджана. Вот совсем недавно, в прошлом году, проводили первые европейские игры в Азербайджане. Очень красиво было открытие. И символом, эмблемой этого праздника, этого соревнования, этих игр была граната. И очень было символично, и сразу видно и национальный колорит азербайджанский, и сам орнамент, передающий саму духовность азербайджанского народа, азербайджанские традиции и обычаи. Hətta bizim diplomların özündə hansı xalqa, hansı insana biz diplom təltif edəriksə, həmin diplomun üzərində nar, Azərbaycanın narı çekilir. Ben bilsem, bu ne bizim halkımız oşayır. Çünkü bizde de narga ayrı böyle bir kıymet, ayrı bir hürmet gösterilir. Aslında gerçekten de bizim halkımız birbirine pek oşağan bir halklar, dostluk halkları. Mına Gafiz Bey, misal olarak Kırım Azerbaycanları olsun Kurban Bayram, olsun bütün Oraza Bayram, İslam bayramlarını aslında kaydetti. Misal olarak kendi Kırım Tatar halkı ile beraberlikte nasıldır? Siz bu bayramga hazırlık görüyorsunuz buna Kırım'da. Kırım'da bütün bayramlarımızı bir yerde geçirdirik. Bütün Kırım Tatar bayramlarını biz onu bölmürük. Bu Azerbaycan bayramı da yoksa Kırım Tatar bayramı da ona göre ki bu milli bayramdır. Biz iştirak edirik bütün bayramlarda, Kırım Tatarlar bayramlarında təşkil olunan. Kırım Tatarlar biz necə deyirlər, dost bir millət kimi bizim bayramlarda iştirak edirlər, biz bunu bölmürük. Məsələn, başqa bir bayramlar, İslamla, dinin əlaqədar olmayan bayramlar, məsələn, Novruz bayramı biz keçirdirik bir yerdə. Bütün millətlərlə, mən deyərdim ki, tək Kırım Tatarlarının bütün millətlərinə, Kırımda yaşayan bütün millətlərin biz dəvət edirik. Onlar çox məmnuniyyətlə iştirak edirlər. Bizim tədbirlərdə mart ayında keçirilir bu bayram, hər il keçirdirik. Novruz bayramını böyük bir konsert proqramması ilə çox məmnuniyyətlə iştirak edirlər bütün başqa millətlərin nümayəndələri. Odur ki, bütün bu bayramları bütün bu bayramlar, bütün millətləri hamısını bir yerə yığır. Я хотел бы добавить, что межнациональное согласие – это самое главное. То мы ценим всегда, я об этом говорю, межнациональное согласие. Оно, наверное, все зиждется на общей культуре. Когда люди понимают, уважают культуру другого народа, значит, они уважают себя. Это наша главная задача – ценить то, что мы имеем на Крымской земле. Əlavə etmək istərdim ki, Qurban bayramlarında biz Kırımda qurban kəsirik, heyvan kəsirik və ehtiyacı olan dinindən, xalqından asılı olmayaraq, milliyyətindən asılı olmayaraq bütün ehtiyacı olanlara paylayırıq. Bu yolda mənə Kırım Tatar millətinin nümayəndəsi, Kırımın əməkdar artisti Zeyra xanım Kinjikayeva böyük kömək edib. Mənimlə bir avtomobildə əyləşib, onun tanıdığı Kırım Tatar ehtiyacı olan ailələri bir-bir həmin qurban payından vermişik. Artıq Zeyra xanımla bizim bu dostluğumuz Kırım Tatarlarının Azərbaycan xalqı ilə Kırımda olan mehriban münasibəti, dostluğudur. Mına festivallerde da koruyoruz çok şeyler. Mına bizim aşlarımız takdim edilir. Bütün milletlerinin aşları elbette böyle Kırım Tatar aşları ve sizlerin aşlarınız. Anda bizde pilav ola, sizde de pilav. Ama tuz cihetinden farkı, dolmalarımız var. Siz kadın insan olarak ayta bilesiniz mi? Nasıl böyle bizim denişmeler aş cihetten sizde belki medeni aşlarınızda, özünüzün aşlarınızda vardır bu cihetten. Aslında bizim 52 növ Azərbaycan aşımız var. Allah özü kömək olsun. Tədricən sizin özünüzü o aşlardan pişirib daddıra biləm. Nə qədər gözəl aşlarımız var. Bizim aşlar hazırlanır sliviçnaya masla, çərək yağında hazırlanır. Onun üçün də onun dadından doymaq mümkün deyil. Beyaz. O çox gözəl dad verir. Və основной bizdə demək olar ki, gənc qoyun əti istifadə olunur. Toyuq, qoyun əti, mal ətindən o qədər istifadə olunmur. Özünüz də bilirsiniz ki, yağlı qoyun əti yeməyi nə dərəcədə dadlıdır. Bax, harada gözəl, harada qiymətli nə varsa biz onu
əsirgəmirik plov üçün. Odur ki, plovumuz olduqca tatlı düşür. Gafet Bey, Arif Hanım, gerçekten de şimdi biz kovanamız, ne içindir siz bizim misafirlerimiz stüdyamızda oturup o ana tilinde laf etesiniz, Azerbaycan tilinde ve bilemiz ki hazırda gerçekten de Kırım çok milletli bir yerdir ama en esası bu yerde öz milliğini, öz tilini saklamaktır ve buna Kırım Azerbaycanları bunu yapmak için neler yaparlar? Bir tedbirler ufak balaçıklarının geçirilir. Evde misal olarak nasıl tilde laf etesiniz Gafet Bey? Ну, знание языка – это один из, наверное, важных вопросов для каждой семьи, для всех национальностей. Если язык сохранен, значит и обычаи, и традиции живут. Стараются в азербайджанских семьях разговаривать на азербайджанском языке. Очень многие дети, которые даже родились уже в Крыму, они знают азербайджанский язык, потому что постоянно в семье разговаривают на азербайджанском языке. И специальные программы для обучения тех, кто желает учить азербайджанский язык, такие у нас есть проекты. Вы знаете, раньше были и школы, воскресные школы изучения языка, и в том числе азербайджанского языка, они существовали. Есть такие проекты, организовать такие курсы на базе средних школ, даже на базе, скажем, одного из классов пережелания, и собрать в один класс не только азербайджанских детей, но и взрослых, кто желает учить этот язык. Мы достаточно знаем, что в России это достаточно хорошо уже отработано, есть учебники, и мы поддерживаем связи. Я думаю, мы к этому дойдем и будем реализовывать, используя учебники, которые уже пользуются спросом, и те учебники, которые в Азербайджане. И мы все-таки восстановим и будем работать для того, чтобы все-таки желающие могли изучить язык, знать культуру, знать язык для того, чтобы читать на родном языке и на языке, что называется, оригинала. Великие у нас произведения великих поэтов наших, Низами, Генджеви, Физули, Самид Бургин и так далее. Их очень много можно перечислить. Так? А для этого язык – это очень важный способ и средство для приобщения национальной культуре. Onu da əlavə etmək istərdim. Çox Hafiz müəllim olduqca gözəl aydınlıq verdi. Onu da əlavə etmək istərdim ki, bir milləti yer üzündən silmək üçün onun dilini və mədəniyyətini əlindən almaq gərəkdir. Deməli, biz özümüzü elə təməlləşdirməliyik ki, bizim nə mədəniyyətimiz, nə dilimiz əlimizdən alına bilməsin. Hər bir xalqın özündən asılıdır hər şey. Xalqda əgər dirçəliş olarsa, irəli gedəcək və onun adəti, ənənəsi, ailəsi həqiqətən də olduqca gözəl olur. Айтыңыз, мына сіздің böyle Azerbaycanlar Kırım'da çok mu ve onların böyle saklanması ya da kengleştirmesi ve medeniyetini devam ettirgen böyle tedbirler olup geçiyor mu? Halklarımız birbirlerinden tanış ola mı sizin halklarınız? Yaşlar olarak. Əlbəttə ki, bizim burada Krım tatarları ilə əlaqəmiz olduqca böyükdür. Yenə deyirəm, bizim üçün burada mayak olan Krım tatar xalqının nümayəndəsi Zehra xanım Kenjikayeva var. Əlavə Asan Bilalov var. Əgər nəsə bizə lazım olarsa, hansısa tədbir, onlar öndədirlər və bizim konsert zamanında zalımızın yarıdan çoxunu Krım tatarları xalqı təşkil edir. Artıq özü bizim Yaşlarınız nasıl tanış olurlar birbirinden? Ne yerlerde? Elə həmin momentdə, həmin andaca tanış olmaq mümkündür. Həmin andaca mənim qonşularım Krım tatarları çoxdur. Hansı ki, onlar mənim övladlarıma qarşı olduqca diqqətlidirlər. Bir də görərsiniz, mənim qapım döyülür, qapını açıram Krım tatarı. Həqiqətən də öz milli mətbəxindən nəsə mənə
pay gətirmiş. Artıq o ailənin övladı ilə mənim övladım arasında böyük dostluq yaranır. Deməli, övladlarımızın dostluğu, bizim irəliləməyimiz də bizim özümüzdən asılıdır. Biz valideynlərin özündən asılıdır. Əgər bizdə dirçəliş olmazsa, övladımızın da sabahı olmaz. Övladımız da məhəbbətin nə olduğunu bilməz, dostluğun nə olduğunu bilməz. Sağ olunuz kelgeniz için ve şu fırsattan faydalanıp bizim teleseyircilerimizge ve umumen Kırım halklarına neni tilemege isteyesiniz? Ve fırsatdan faydalanıp da bir şeyini aytmağa isterdim ki, mına şimdi tek hatırladım. Bizde Kurban Bayram vakti büyük bir marafon edi, bayramlı marafonu ve bizge ta Azerbaycan'dan telefon açtılar. Şunun için ben belesem şimdi Azerbaycan'da da bizni seyreteler. Şunun için sizde de böyle mına şimdi imkanınız var. Kırım Tatar halkına, Azerbaycan halkına, Kırım halkına aslında bir şeylerini aytmaktır. Ben belesem siz başlaysınız. Ну, я бы хотел пожелать всем, и азербайджанцам, и крымским татарам, всем представителям народов, национальностей, проживающих в общем нашем доме в Крыму, добра, мирного неба, благополучия, и чтобы это было всегда в единстве и процветании, чтобы мы соответствовали нашему девизу, который написано на флаге нашего Крыма. Единство, процветание, если будет, значит все остальное будет, все будет хорошо. Çok sağ olun. Biz nə qədər Krımda yaşayırıqsa, heç vaxt özümüzə qarşı mənfi qüvvələrin güc gəldiyini hiss etməmişik. Özü də indiki zamanda. Şükürlər olsun, bizə böyük diqqət var. Bilirsiniz, o da var ki, hər bir xalqın özündən asılıdır. Öz vətənini necə tərənnüm etməkdən ötürü, öz vətəninin varlığını davam etdirməkdən ötürü, vətən sərhədlərindən uzaqlarda. Bu gün şükürlər olsun, heç bir maneçilik yoxdur. Əgər biz özümüzü sevəriksə, əgər biz özümüzə hörmət bəsləyəriksə, bütün xalqlar bizə hörmət bəsləyəcək. Deməli, bizim öz canımızda olmalıdır. Şükürlər olsun ki, Krım Azərbaycanlılarında birliyi var. Krım Azərbaycanlıları xoş gündə də bir yerdədirlər, dar gündə də. Mən onu demək istərdim ki, bizdə burada dar gündə, bu yaxınlarda mənim özümün dar günüm oldu. Mənim həyatım hamısı Krım Azərbaycanlılar oldu. Mənə nə kömək lazımdır? Hafiz müəllim özü də başda olmaqla bizə kömək olundu. Bütün Krım Azərbaycanlıları tez bir zamanda sual verirlər. Arifə xanım, nə kömək lazımdır? Bu bəs edər mənə. Bu sual mənə bəs edər və hər birinə minnətdaram. Sizə minnətdaram ki, bu gün bizi öz misafiriniz etdiniz, öz qonağınız etdiniz. Sizə qarşı, Krım tatarlarına qarşı bu gün məhəbbətimiz daha da artdı. Belə bir hörmət gördük. Çok memnunumuz. Biz de çok memnunuz. Sağ olunuz ve inşallah bayramda görüşürüz. Elbette ki stüdyamızını yarıştırganınız için sağ olunuz. Da geliniz, elbette ki sizni karşılamaya her vakit hazırız ve kuvanamız. Sağ olun. Çok sağ olun. Böylelikle aziz teleseyirciler, bugün acayip gün. Bizim böyle acayip misafirlerimiz ve bizim tilimizle yakın ve dinimizle bir olgan bizim misafirlerimiz bizge teşrif buyurdular. Elbette dışarıda endi kuz mevsimi, havalar soğuklaştı ama kuz mevsiminin güzellikleri hakkında şimdi siz seyredersiniz. Elbette ki şimdi kuz dülberliği hakkında olacak ama dostlar anda kuz yaprakları hakkında laf yürütülecek ve anda da kaflı tarafları da hakkında bilirsiniz. Onun için buyurunuz, sakın kaçırmanız.